Bismillahirrahmanirrahim. Mühtədilliyə həvəsləndirərkən Əli əleyhissalam buyurmuşdur: həyatda mühtədilliyi öz peşəsi edən kəs yoxsul olmayıb. Bu kəlamı doğru düzgün başa düşməyimizdən ötürü Müqəddəs Quran-Kərimin İsra surəsinin 29-cu ayəsinə baxsaq, bu ayədə Allah Teala belə buyurub: nə əldən çox bərk ol, yəni malını sərf etməkdə möhkəm olma, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan. Allah bizləri nə qınananlardan, nə də peşman olanlardan qərar verməsin. İnşallah.